Depressiya, stress və depressiv əhval-ruhiyyə aradakı fərq nədir? Depressiya insanın düşüncə, duyğu və davranışlarına mənfi yöndə təsir edən bir xəstəlikdir. İnsan həyatında baş verən gözlənilməz hadisələr depressiyaya səbəb ola bilər. Uzun müddətli ümidsizlik, heç nədən zövq ala bilməmək, yuxu və iştah pozğunluqları, diqqət və fokuslanmada pozuntular depressiyanın ən sıx görünən əlamətləridir. Stress həyatdakı narahatlıqlar qarşısında verdiyin təbii reaksiyadır. İş, məktəb, münasibətlər, bunların hamısı stress qaynağı ola bilər. Xroniki stress depressiya başda olmaqla bir çox xəstəliyin səbəbi ola bilər. Depressiv əhval-ruhiyyə isə çox vaxt keçicidir. Hər kəs həyatın müxtəlif dövrlərində depressiv əhval-ruhiyyə daşıya bilər. Ayrılıq, uğursuzluq, tək qalmaq, fəsil dəyişiklikləri depressiv duyğuları oyada bilər. Əgər bu hisslər davamlı şəkildə sizi narahat edirsə, mütləq bir mütəxəssislə məsləhətləşin. Unutmayın, kömək istəmək zəiflik deyil, sağalmağın başlanğıcıdır.